Salam, çox dəyərli Başaq, yəni qız böcü insanı. Bu video qətiyyən təsadüf deyil, sənin mart ayına olan bürc yorumundur. Yüksələn günəş eləcə də ay bürcü qız olan hər kəsə aiddir video və mən Karma Astroloq bu videonu sənin üçün çəkirəm. Özəl yorumlar üçün Instagrama, Tarotiç Instagramına yaza bilərsən. Birinci kartımızı çəkək. Sənin karyera həyatın üçün baxaq görək qızları martda karyerada nələr gözləyir. Və ikinci kartımızı çəkək. Sənin şəxsi həyatın üçün. Üçüncü kartımız gəlsin sənin sağlıq həyatın üçün. Və dördüncü kartımız gəlsin. Belə bir sual qoyaq. Sən mart ayında hansı addımları atmamalısan, yəni nəyi etməməlisən və yaxud da hansı addımı atmalısan, yəni nəyi etməlisən. Və baxaq, növbəti kartımız sonuncu gəlsin, İvrəndən mesaj. Aha, bir də dəstənin ən sonuncu kartına baxaq. Ən sonuncu karta baxaq. İndi başlayaq. Genel oxuma edim sonuncu kartla. Sonuncu kart mənə deyir ki, sən bir xəbər almısan bu yaxınlarda, yaxın keçmişdə və bu xəbərin təsirindən hələ də özünə gələ bilməmisən. Görsən, burada qəbristanlıqda oturub ağlayan və əlindəki tüm silahları yerə qoyan bir insan var. Bu deməkdir ki, aldığın xəbər biraz ümidini üzüb. Aldığın xəbər bir şeylərin bitişi ilə bağlı xəbərdir sənə gəlib və sən pes etmisən deyir türklər. Yəni mübarizəni buraxmısan və xəbərin təsirindən eləcə oturub qalmısan, bilmirsən ki, nə edəsən və beynində də fikirləşirsən, nə edəcəyinlə bağlı, amma hələ də çıxış yolunu tapa bilmirsən. İndi gələk növbəti kartlara. Başlayaq birinci sənin karyera həyatınla bağlı. Karyera həyatınla bağlı mən hiss edirəm ki, karyera həyatı ilə bağlı Başaq bürcü insanı biraz öz səhvləri ilə üzləşəcək. Yəni bir neçə səhv buraxacaqsınız, bir neçə səhv edə bilərsiniz. Yəni kiməsə inana bilərsiniz, buna görə pul itirə bilərsiniz, yanlış yatırım edə bilərsiniz, alqı-satqıda aldadıla bilərsiniz, pulu elə əlinizdən də salıb itirə bilərsiniz ya da bilmirəm işinizdə problemi dilinizlə, hərəkətinizlə və s. Yəni bir şəkildə özünüz yarada bilərsiniz bu problemi və nəticə olaraq həmin problem bir növ özünüzü görmənizə, özünüzlə üzləşmənizə səbəb olacaq. Açıqcası biraz sizi emosional planda görürük karyera həyatını. Ümumiyyətlə kartlarımızın elə bir çoxunda bir emosionallıq var, belə hiss edirik. Və sizin şəxsi həyatınız sizin işinizə də təsir edə bilər. Hətta ola bilər ki, şəxsi həyatınızla bağlı məqamlar sizin iş həyatınızla da bağlılığı var. Belə məqamlar ola bilər. Yaxud həmən insan işinizdədir, yaxud da həmən insan işinizə təsir edir, təsir göstərir və s. Nəysə, bu şəxsi həyatınızın bu iş məsələsinə təsiri var. Depressiya kimi də təsiri ola bilər, amma belə birbaşa təsiri də ola bilər. Və onu da deyim ki, nəsə yenə bir xəbər, bir ümid, bir gözləmək, belə bir enerji var da, yenə nəyisə gözləyirsiniz, yenə karyeradan söhbət gedir. Hiss edirsiniz ki, yəni nəsə ola bilər də, sanki pulunu itirmiş insan o pulun yerinə başqa bir pulun gələcəyini, yəni vəziyyətin düzələcəyini, kompensasiya olunacağını gözləyir. Və mən sizə belə bir cavab verim bir kart çəkərək. Baxaq görək nə olacaq. Aha, daha bir kart çəkək. Biraz çalışın karyera həyatından bağlı. Diqqətli olun. Əsas da bank məsələləri ilə bağlı problemləriniz ola bilər. Borclar və xərclər həddindən çox ola bilər. Biraz öhdəsindən gəlinməyəcək dərəcədə ola bilər. Bir də burada hiss edirəm ki, müəyyən insan ya da insanlar var. Baxmayaraq siz hal-hazırda çox çətin bir vəziyyətdəsiniz, amma onlar sizi qurban pozisiyasında görən, daha da vəziyyətinizdən istifadə edib yararlanmaq istəyə bilər. Nəyinizisə ələ keçirmək, pulunuzu, işinizi, mövqeyinizi, evinizi və s. Və çox diqqətli, göz açıq olmalısınız siz. Siz gərəksiz adamlara güvənəcəksiniz mart ayında. O gərəksiz adamlara güvənməyin, gərəksiz adamlara hörmət, sevgi bəsləməyin nəticəsində biraz zərbələrlə üz-üzə qala bilərsiniz. Mən deyim.
Sonra gəlirik növbəti kart sevgi həyatınızla bağlıdır. Sevgi həyatı bağlı da ki, bu sevgilimi deyim, həyat yoldaşımı deyim, bu biraz sizi belə fikirlərinizi lap qarma-qarışıq eləyib. Yəni elə bir vəziyyət yaradıb ki, sizin əlinizdən bir şey gəlmir. Yəni sizin edəcəyiniz bir şey yoxdur. Həm də ki, yəni sizinlə olan münasibəti də tərs çevirib. Türklər deyirik, təpə-taklaq, tərs çevirib. Həm ümidlisiniz, fikirləşirsiniz ki, yəni qarşı tərəf vəziyyəti düzəltmək üçün nəsə edəcək, bir şeylər eləyə bilər, yəni nəsə gözləyirsiniz də, ola bilər. Ola bilər, bəli, cəhd eləyə bilər. Ola bilər filan səhvini, filan hərəkətini, filan dediyi sözü və s. dəyişər, düzəldər. Fikirləşirsiniz, ümid eləyirsiniz. Həm də ki, onun elədiyinin belə təsiri altında bir xeyli belə tənbəlləşmiş, yorğunlaşmış, depressiyona belə itilmiş bir adam kimi sizə. Əslində bu arada mən deyim, qız bürcü üçün ümidsiz vaka deyil vəziyyət. Əksinə burada görürsüz bir dənə açıqlıq var. Sizsə hardasınız? Bir dənə çalanın, çala deyirlər, mağara deyirlər, içində ayaqlarınızdan da asılmısınız. Bu nə deməkdir əzizlər? Bu o deməkdir ki, əslində xilas ediciniz də var. Yəni əlinizi açsanız, sizi sevəcək, sizə kömək eləyəcək insanları görünür ətrafınızda kartlarda. Amma siz o insanları ölü kimi qəbul edirsiniz. Siz o insanları görməzdən gəlirsiniz. Onların köməyini istəmirsiniz və çıxış yolu hansı ki sizə çıxış göstərirlər, onu da siz doğru dürüst qəbul eləmirsiniz. Ümumiyyətlə düşdüyünüz vəziyyətdən çıxmaq istəmirsiniz ya da birləşdiyiniz birindən aralanmaq istəmirsiniz nə yaşatdığına rəğmən ya da bilmirəm artıq nədirsə sizdə o necə deyim o üzr istəyirəm amma ifadəyə görə, amma sanki o ilişdiyiniz nöqtə var ya, o ilişdiyiniz məqamdan, ilişdiyiniz nöqtədən ya da insandan hər nə isə o takıldığınız yer, orada fırlana qalmısınız. Elə fırlanmağı da özünüz istəyirsiniz. Və nəhayət sağlıq durumu, sağlıqla əlaqədar mən hiss edirəm ki, sağlıqla əlaqədar belə çox da pis bir enerjilər yoxdur. Ağız boşluğu, ağız, burun, bax bu nahiyələrlə bağlı nəfəs alma problemi ola bilər. Bir də ağız, dişlər, ağız boşluğu, boğaz gəlmə, yəni boğaz və ağızla bağlı problemləriniz ola bilər. Belə ciddi nəsə bir şey hiss eləmirəm. Bir də qan azlığı, sanki qız böcü insanların genel ümumi enerjisində qan azlığı, qanla bağlı problem var. Qan vermək və bu tipli şeylər qətiyyən eləməyin. Və gələk növbəti kartlara, nə etmək olmaz və yaxud nə etmək olar? Bir də evrenin ümumi mesajı. Nə etmək olmaz? Gizlənmək olmaz, problemlərdən qaçmaq olmaz. Bir də bir nəfər var, siz ondan qisas almaq istəyəcəksiniz. Qisas bəlkə də almasanız da ən azı dərs vermək istəyəcəksiniz ki, o səhvini başa düşsün, güya o sizin qədrinizi bilsin. Bu məsləhət deyil. Yəni bu həqiqətən məsləhət deyil və bir də bir şey hiss edirəm, kimisə axtaracaqsınız, kimisə ya da araşdıracaqsınız, bir araşdırma, bir axtarma, bir maraqlanma, peşinə düşüm nəyinsə, hansısa məsələni, hansısa şeyin işin üstünü açın, nəsə belə məqamları olacaq, bu məsləhət deyil. Yəni belə deyək. Sonra növbəti kartda nə göstərir? Növbəti kartda deyir ki, yəni sənin hələ də xilas eləyə biləcəyin bir şeylər var. Özünlə bağlı xilas eləyə biləcəyin bir şeylər var. Maddiyyatda ola bilər, şəxsi həyatda ola bilər, evliyində ola bilər, hər nədirsə. Sadəcə deyirsən belə güc göstərməlisən də. Yəni ki, ayağa qalxmalısan, bunu istəməlisən. Və sonunda da ölüm kartı gəldi evrenin mesajı. Deyir sənin üçün nəsə bitmişdir, ölmüşdür. Amma əslində ölməyib. Sadəcə sən çox melanxoliksən, çox belə özünü pis hisslərə, neqativə qapdırmısan. Əksinə deyir, hər şeyin sənin üçün yenidən başlayacağı yaxşı da bir dönəmə girirsən. Əksinə ölən şey varsa da ancaq deyir pis şeylərdir. Tam əksi. İstər maddiyyatla bağlı mart ayında dərslər var. Sadəcə almanız gərəkən karmik dərslərdir. Həddindən çox saf olmamağı və həddindən çox verici biri olmamağı, borc vermək, bilməm artıq pul bəlkə sadəcə pay verirsiniz ya da evinizi verirsiniz, yeməyinizi verirsiniz, nədirsə artıq hər insana eləməməli olduğunuzu anlayacaqsınız. Bax bunu deyim sizə. Sevgi həyatında isə mən hiss edirəm ki, sadəcə özünüz belə
tənbəl, hisslərə həddindən çox qapılmış, maddiyyatın da burada təsiri var əlbəttə ki. Amma onu da deyim ki, sizin ətrafınızda sizə dəyər verən insanlar həddindən çoxdur, başaqlar. Sadəcə siz, necə deyim, siz elə bil ki, köhnə bir şeyləri buraxmaq istəmirsiniz. Köhnədən olan şeylərə çox qapılmısınız. Yəni köhnə dərkən mən çox uzaq keçmişdən danışmıram. Bəlkə bu yaxınlarda olan bir şeyə çox qapılmısınız və deyirsiniz ki, bunu yox da, bunun mən acısını çəkirəm, mənə heç kim dəyməsin, toxunmasın. Amma bu kart ölüm kartı kimi bir kartdır. Yəni tam olaraq əslində ölüm kartı deyil, qılıç üçlüsüdür. Amma hardasa ölüm kartına bənzərliyi var bu kartın və kart mənə deməyə icazə verir ki, yaxşı şeylər olacaq. Sənə elə gəlir ki, bir şeylər öldü, bir şeylər bitdi, sən xilas olacaqsan. Sənin yəni burada xilasın var, çıxışın var, çıxacaqsan. Bəzi şeyləri itirib arxada qoya bilərsən, amma çıxışın da var. Bu qədər dəyərli başaqlar, sizləri çox sevirəm. Gələn görüşlərədək.